Azərbaycanın hərb meydanında qələbəsini diplomatik sahədə də davam etdirərək Qazax rayonunun 4 kəndini işğaldan azad etməsindən bir il ötür. Vətən müharibəsi və antiterror əməliyyatından sonra Ermənistan rəhbərliyi Qazaxın 4 kəndinin dinc yolla qaytarılmasına məcbur oldu. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunları tərəfindən bu kəndlərin müdafiə və mühafizəsi etibarlı şəkildə təşkil edilir. Qazax rayonunun 30 ildən çoxdur işğalda saxlanılan 4 kəndi Bağali Sayrım, Qızıl Hacılı, Xeyrimli və hazırda ərazisində dayandığım Aşağı Əskipara kəndi ötən il rəsmən Azərbaycana geri qaytarıldı. 4 kənddən biri olan Xeyrimlinin yeri strateji əhəmiyyət daşıyıb. Belə ki, Ermənistanla Gürcüstanı birləşdirən magistral yol bu kəndin ərazisindən keçirdi. Hazırda hərəkətdə olduğumuz İcevan-Noyemberyan avtomobil yolu isə həmin vaxtlarda da hərəkətli idi. Hazırda isə son delimitasiya işlərindən sonra İcevan-Noyemberyan avtomobil yolunun bizim tarixi dədə-baba torpaqlarımızın ərazisinə düşən hissəsi isə Azərbaycanın nəzarəti altına keçir. İndi Xeyrimlinin də, Bağani Sayrımın da əsl sahibləri qayıdıblar. Tezliklə xatirələrində canlandırdıqları həyatı yaşamağı arzu edirlər. Buradan belə bizim Xeyrimli ərazisidir. O böyük ağacın yanı bulağımız olubdu. Orada evlərimiz olubdu. Bu gün də evlərdən əsər əlamət yoxdur. Dövlətimiz var olsun ki, bu günü gəlib öz torpağımızda rahat yaşaya biləcəyik. Buradan belə bizim Bağani Sayrım kəndidir. O vaxtdan biz köçkün düşdük. İndi şükürlər olsun bugünkü günə. Belə deyək ki, Allahın köməkliyi ilə yəqin ki, bu yaxın vaxtlarda gələr yerimizə, obamıza, kəndimizdə də yaşayarıq. Bütün elliklə gəlməyə biz hazırıq. İşğaldan azad edilən kəndlərdən ən böyüyü isə Aşağı Əskipara kəndi olub. Bu kənd də talan edilib, xarabalığa çevrilib. Hər bir Əskiparalı vətəndaş istəyər ki, bəli, bu evlər tezliklə bərpa olunsun, burada köhnə vəziyyət yerində olsun, biz gələk yenə həyatda firavan, gözəlliklə yaşayaq. Artıq sakinlərin əmin olduqları bir şey var. Bu kəndlər də işğaldan azad edilmiş digər yerlər kimi yenidən qurulacaq, abadlaşacaq. Cümşüd Məmmədov, Əli Cəfərov, Nihat Yusifov, Xəzər Xəbər.